Ötən gün Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Azadlıq Günü adlandırdığı tədbirdə yeni gömrük tariflərini elan edib. Yeni tariflərə əsasən Birləşmiş Ştatlara idxal edilən bütün mallara görə 10% vergi rüsumu tətbiq ediləcək. Amerika hökumətinin xüsusi riskli hesab etdiyi bəzi ölkələr üçün isə daha yüksək tariflər nəzərdə tutulub. 10%lik rüsumun aid edildiyi ölkələr sırasında Azərbaycan da var. Bəs bu tariflər qlobal iqtisadiyyata necə təsir edəcək? Ölkəmiz bundan hansı formada təsirlənəcək? Mövzunu əməkdaşımız Mələk İnqilablı araşdırıb baxaq. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump hesab edir ki, yeni gömrük tariflərinin tətbiqindən sonra Amerikanın qızıl dövrü başlayacaq. Ağ Evin Gül bağçasında etdiyi bu çıxışında Trump yeni gömrük siyasətinin dünyanın iqtisadiyyat nəhəngi ABŞ-ni xarici məhsullardan asılılıqdan xilas edəcəyini vurğulayıb. Bizdən nə qədər rüsum alırlarsa, biz də onlardan o qədər alacağıq. Yeni qərara əsasən Çin və Tayvana 34%, Avropa İttifaqına 20%, Yaponiyaya 24%, Hindistana 26% vergi rüsumu tətbiq edilib. Xaricdən gətirilən avtomobillərə görə isə 25% gömrük rüsumu nəzərdə tutulub. Avropa Birliyinin Birləşmiş Ştatları məhv etmək üçün yaradıldığını qeyd edən Trump deyib ki, Avropa Birliyi sərt rəqibdir və indiyədək bizi soyublar. Ekspertlər hesab edir ki, Birləşmiş Ştatların yeni qərarı dünya üzrə ümumdaxili məhsula mənfi təsir edə və inflyasiyanı sürətləndirə bilər. Təxmini hesablamalara görə bütün dünyanın deməli daxili məhsulunda 1,4 trilyon dollarlıq bir azalma proqnozlaşdırılır. Bu tariflərin tətbiqinin təsirlərini biz əsasən 3 istiqamətdə təhlil edə bilərik. Birinci istiqamət birbaşa təsirə məruz qalacaq ölkələrdir. Bunlar daha çox istehsal və ixrac edən ölkələrdir Amerika Birləşmiş Ştatlarına, yəni Çin, Avropa Birliyi, Yaponiya, Cənubi Koreya və s. İkinci istiqamət qlobal iqtisadiyyata, qlobal ticarətə olan təsiridir. Üçüncüsü isə qlobal iqtisadiyyat və ticarətə olan mənfi təsirlərinə məruz qalacaq ölkələrə olan təsirləridir. Qərarın səbəblərinə gəldikdə isə ilk növbədə onu deyə bilərik ki, hazırda Birləşmiş Ştatların ticarət balansında 1,2 trilyon dollarlıq kəsir, 1,8 trilyon dollarlıq büdcə kəsiri və 36,6 trilyon dollar borcu var. Bu halda Birləşmiş Ştatlar bu addımın sayəsində Amerikalı istehlakçıların daha çox yerli istehsaldan olan məhsul alacağını, beləliklə də ölkə iqtisadiyyatının böyüyəcəyini və vergi gəlirlərinin də artacağını gözləyir. Bir sözlə, vergi rüsumlarının artırılması yerli sənayeni qorumaq, Birləşmiş Ştatların bəzi ölkələr, xüsusilə də Çinlə arasındakı ticari bərabərsizliyi aradan qaldırmaq məqsədi daşıyır. Qeyd edək ki, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan da 10%lik vergi rüsumunun tətbiq edildiyi ölkələr arasındadır. Bəs bu qərar Birləşmiş Ştatlarla Azərbaycan arasındakı ticarət dövriyəsinə necə təsir edə bilər? Azərbaycan birbaşa təsirə məruz qalacaq ölkələr siyahısında deyil. Çünki biz Amerika Birləşmiş Ştatlarına 2024-cü ildə Dövlət Gömrük Komitəsinin məlumatına görə cəmi 135 milyon dollarlıq məhsul ixrac etmişik. İdxalımız isə 1,6 milyard dollardır. Biz daha çox idxal edirik. Yəni bizim o 135 milyon dollarlıq Amerika bazarının 15-20%-nin itirilməsi, hətta hamısının itirilməsi belə ölkəmiz üçün katastrofik bir risk deyil. Amma biz dolayı yolla təsirə məruz qalacaq ölkələr siyahısındayıq. Zaten bu ölkələr, bütün dünya buna məruz qalacaq. Ekspertlər hesab edir ki, Trump tərəfindən başladılan ticarət müharibəsi qlobal iqtisadiyyata 1,4 trilyon dollar həcmində zərər vura. Birləşmiş Ştatlarda qiymətləri kəskin yüksəldə və dünya üzrə ticarətdə dolların rolunu azalda bilər. Üstəlik, bu tariflərin uzun müddət davam etməsi dünya ölkələrini öz iqtisadiyyatlarında ciddi korreksiyalara getməyə məcbur edə bilər. Sərt vergi küləyinin ilk kəsintiləri isə artıq özünü göstərməkdədir. Trump'ın açıqlamaları fonunda dollar-avro qarşısında 0,5%, funt sterling qarşısında isə 0,6% zəifləyib. Mələk İnqilablı, Şəhriyyə Rəhmədli, ATV Xəbər.